Ölkələrin maliyyə sistemində baş verən dəyişikliklər həmişə diqqət mərkəzində olan məsələlərdir və onlar həm də çox fəal tərzdə müzakirə obyektinə çevrilir. Bu günləri bu məsələlərlə bağlı biz artıq söhbətimizi Azərbaycan Respublikasının Maliyyə Naziri Sahil Babayevlə aparacağıq. Bizim qarşımıza qoyulmuş ana hədəflərdən biri, büdcə siyasətinin ana parametrlərindən biri neftin asılılığının azaldılmasıdır və bu çərçivədə dövlət büdcəsinin gəlirlərində neft fondunun transferlərinin azaldılması ana siyasət xətti olaraq müəyyən edilibdir. 1 may tarixinə artıq Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard ABŞ dollarına çatırdı. Ölkəmizin qarşısında olan təhlükəsizlik çağırışları, iqtisadi inkişaf çağırışları, sosial rifah çağırışları, investisiya çağırışları bunların hamısı təmin olunacaqdır. Maliyyə siyasətinə yanaşı, biz eyni zamanda icra proseslərinin də sürətləndirilməsinə, şəffaflaşdırılmasına, daha səmərəliləşdirilməsinə böyük diqqət ayırırıq. Cənab Prezidentin müvafiq fərmanı ilə yaradılmış rəqəmsal dövlət maliyyəsi sistemi artıq işə düşür. Maliyyə siyasəti ölkənin iqtisadi, sosial siyasətinin bir əks sadasıdır. Onu bir tərəfdən maliyyə bazası yaradır onun üçün, digər bir tərəfdən isə onun üçün tamamlayıcı, dəstəkləyici funksiyanı oynayır. Hədəf bu axşam saat 21-də.